Biz özümüzə Sevinç xanım, türk deməyə qorxuruq ki, kimlərsə xəttinə deyir. Amma hamı bilir ki, bu coğrafiya türk coğrafiyası. Hətta bu Herdal Bakıya gəldi, 92-ci ildə gəldi Bakıya, Qobustanı araşdırdı və dedi ki, mənim nəticəm budur ki, biz asların nəvələriyik. Aslar da aserlər deyirlər. Aser nə deməkdir? Aserlərin nəvəsiyik. Bu adam getdi Norveçdən bunu sübut elədi. Bu adam getdi Danimarkadan bunu sübut elədi. Bu adam getdi Amerika konferansında sübut elədi. Bu hər yerdə sübut elədi. Azərbaycanda deyirlər ki, yox, Tur Herdal səhvdir. O boyda nəhəng alim səhv necə olur? Hətta 12-ci əsrə aid İsveç sagası var. Snorre Sturlusonun yazdığı İsveç sagası kitabı. Skandinav xalqlarının sagaları var. Həmin kitabda da özləri yazdılar ki, biz Asiya torpaqlarından, Xəzər dənizinin yanından, Asiya torpaqlarından bura gəlmişik. Yaxşı, buna da inanmasınlar. 1906-cı il, 1907-ci ildə Amerikada çox nəhəng bir filosof olur, tədqiqatçılar olur. Onu da mətbuatda, sırf o yazını tapmışam, paylaşmışam o yazını. Adam, məşhur filosof, adam yazır ki, bizim araşdırdığımız bütün fikirlər göstərir ki, bütün sivilizasiyanın başlandığı Qobustan ərazisindən Asların yurdundan başlayır. Asiyadan, Asirlərdən başlayır. Və Asiya adı da məhz Asirlərə görə yaratır. Çünki miqrasiya, insanların sayı çoxalırsa, miqrasiya çoxalıbdır. Hətta Çinin özündə belə bu günləri ağ piramidalar var. Eşitmişsiniz, yəni Çin onu düzəltməyə çalışır. O ağ piramidalarda araşdırma aparan bizim xüsusi Uyğur dostlarımız gediblər oraya, gizlicə keçiblər oraya. Onlar araşdırma, şəkillər atıblar. Bu şəkillərə baxırsınız ki, Türkçülüyün tarixi var hamısı türklərdir. Kaylas dağlarına gedib çıxırsa, hamısı türklərin tarixidir. Bizim Qobustandır, bizim Gəmiqayadır və təkcə Bakının özünün kəndləridir, Qız Qalasının özünün fəlsəfəsidir. Azərbaycanın gedirsiniz, bölgələrinə gedirsiniz, hər yerdə qala tipli yerlərdir. Bunlar hamısı türk ideologiyasıdır. Yəni biz bunu niyə imtina eləməliyik ki, kimlərsə incisin bizdən? Xal alimlər deyir, şərqşünas alimlər deyirlər, bunu hətta Rusun savaddadır, hətta erməni alimlər də bunu təsdiq edirlər ki, bu işarə budur. Məsələn, 3-4 gün öncə Qubanın Əmirvan kəndində qədim bir qəbir daşının şəklində. Bəli, gördüm sən. İndi mən onu paylaşmışam və orada istat alimlərin, dünya alimlərinin fikirlərini vermişəm ki, yəni bunlar deyirlər ki, bu işarə türklərə məxsusdur. Bizim Azərbaycanlılar çıxıb deyirlər ki, sən multikultural dəyərlərə ziyan vurursan, sən kimlərsə xətrinə dəyirsən. Mən kimin xətrinə? Mən tarixi olduğu kimi yazım da.